Azərbaycan ədəbiyyatından Cəlil Məmmədquluzadə, Haqverdiyev, Rus ədəbiyyatından Gogol, Şidrin, Çexov, xarici ədəbiyyatdan isə Mark Twain, Şolom Aleyküm, Əziz Nesin, Qaşiq. Dramaturglardan isə Shakespeare, Molière, Goldoni, Bernard Shaw. Bunlar ən çox sevdiyim humorist yazıçılardır. Bu yazıçıların çoxunun yaradıcılığı ilə mən lap gənc vaxtlarımdan maraqlanmışam. Mən Rus dilini Gogol'un müfəttiş əsəri ilə öyrənməyə başlamışam. Bu komediyanı mən ilk dəfə lüğətlə oxumuşam və 6 ayın ərzində tamamlamışam. Sonra da dəfələrlə təkrar oxuduqdan sonra Azərbaycan dilinə tərcümə eləmişəm. Şidrin, Çexov, Twain hələ indidən mənim stol üstü kitablarımdır. Orta məktəbdə ədəbiyyat və riyaziyyat ən çox sevdiyim və müvəffəq olduğum fənləridir. Riyaziyyatla, yəni cəbr və həndəsi ilə günlərlə məşğul olsaydım yorulmazdım. Çətin, mürəkkəb riyazi məsələlər haqqında düşünmək, onları müxtəlif yollarla həll eləmək mənə zövq verirdi. Ədəbiyyatı isə həvəsim lap uşaqlıqdalıdır. Dərslərimi hazırlayıb bitirən kimi mütaliəyə başlayırdım. Mən gülməyi çox sevirəm. Yerində deyilən hər məzəli söz, incə, lətif zarafat, yaxşı qurulmuş komik epizod məni ürəkdən güldürür. Arzum budur ki, quru, cansız verilişləriniz olmasın. Gəncliyin ürəyindən xəbər verəsiniz. Onları maraqlandıran, sevindirən hadisələrdən bədii, gözəl sözlərlə danışasınız. Şablon, quru, mücərrəd şeirlərdən, hekayələrdən, məqalələrdən uzaq qaçın.